Salam dostlar, EMAŞEM Tədris Mərkəzinin Riyaziyyat test toplusunun yer nəşrindən üstlü və loqaritmik funksiyalar mövzusunun ikinci testinin suallarına baxaq. Birinci sualda deyilir ki, verilmiş funksiyanın təyin oblastını tapın. Gəlin yazaq. Y bərabərdir. ln mötərizəsində 2 çıxılsın, kök altında x çıxılsın 5. Deməli, biz bilirik ki, loqaritmik funksiyanın altındakı ifadə sıfırdan böyük olmalıdır. Ona göre 2 çıxılsın. Kök altında x çıxaq 5 böyükdür 0 olmalıdır. Buradan kök altında x çıxaq 5 kiçikdir 2 alırıq. Və beləliklə x çıxılsın 5 kiçikdir 4 olar. Və buradan x kiçikdir 9 almış olarıq. Eyni zamanda x çıxılsın 5 sıfırdan böyük bərabər olmalıdır. Çünki sıfırdan kiçik ola bilməz. Ona göre x böyük bərabərdir 5 alırıq. Beləliklə doğru cavab 5'i almaq şərti ilə 9'u almasın və 5-9 aralıq olar ki, doğru cavab da A bəndi edər. Sonra gəlin ikinci suala baxaq. İkinci sualda gəlin pillə-pillə bunları mötərizəsindəki bu ifadələri həll eləməyə çalışaq. 0'dan mində 8 üstü mənfi 3'də 2. O da bərabərdir. Baxın, 0'dan mində 8, 0'dan 10'da 2'nin üstü nədir? 3'dür. Vururuq onu mənfi 3'də 2'yə qüvvətini. Beləliklə 3'lər ixtisar getdi. Qaldı 0,10'da 2 üzəri mənfi 2. Və buradan da biz alırıq 25. Sonra ikinci kəsiri gəlin sadələşdirək. 3 üzəri kök altında loqaritma 3 əsasdan 7 bölək. 7 üzəri kök altında loqaritma 7 əsasdan 3. Biz bilirik ki, A üzəri kök altında loqaritma A əsasdan B bərabər olmalıdır. B üzəri kök altında loqaritma B əsasdan A-ya. Onda belə çıxır ki, bu kəsirin sürət və məxrəcindəki ifadələr bir-birinə bərabərdir və qiymət onda kəsirin qiyməti 1'ə bərabər olar. Bir də gəlin üçüncü ifadə deməli həddi sadələşdirək. 27 üzəri loqaritma 3 əsasdan 3-cü dərəcədən kökün altında 10. O da bərabərdir. Baxın, 27'ni əgər biz 3'ün kubu şəklində yazsaq, loqaritma 3 əsasdan 3-cü dərəcədən kökün altında 10. Bu 3'ü də yuxarı qaldırsaq, loqaritmanın qarşısındakı 3'ü olur. Onda 3 üzəri loqaritma 3 əsasdan 3-cü dərəcədən kökün altında 10'un kubu. Beləliklə kökün dərəcəsi ilə kubu ixtisar getsə, onda nə qalar? Qalar 3 üzəri loqaritma 3 əsasdan 10, o da bərabərdir 10. Beləliklə mötərizənin içindəki ifadələr olur 25 üstə gəl 1 üstə gəl 10 və mötərizənin üstə 2-də 1 və doğru cavab deyilər 6. Üçüncü suala baxaq. Üçüncü sualda deyilir ki, verilmiş funksiyanın təyin oblastını tapın. Dərhal yazırıq. Fx bərabərdir 5 üzəri 1 bölünsün loqaritma x əsasdan 3 çıxılsın 1. Biz bilirik ki, bu funksiyanın təyin oblastını tapmaq üçün bir şərt qoymalıyıq. Şərtimiz nədir? Məxrəc, yəni burada 5'in üzərində qüvvətində kəsir durur və bu kəsirin məxrəci 0'a bərabər ola bilməz. Yəni loqaritma x əsasdan 3 fərqlidir. Daha doğrusu çıxaq 1 fərqlidir, 0 olmalıdır. Beləliklə loqaritma x əsasdan 3 fərqlidir, 1 olmalıdır. Buradan isə x fərqlidir 3 almalıyıq. Yəni 3 ola bilməz. Beləliklə eyni zamanda bilirik ki, loqaritmanın əsası, yəni x 0'dan böyük olmalıdır və x həmçinin 1'ə bərabər ola bilməz. Beləliklə doğru cavab 0'dan 1'ə, birləşməsi 1'dən 3'ə və birləşməsi 3'dən müsbət sonsuzluğa, yəni C bəndi olmalıdır. Sonra dördüncü suala baxaq. Dördüncü sualda bu ifadəni sadələşdirmək bizdən tələb olunur. Gəlin yazaq. Dördüncü sual. Gəlin birbaşa müəyyən çevirmələri apararaq yazaq. Loqaritma 3 əsasdan 2 vurulsun. Mötərizəsində loqaritma 3 əsasdan 162'ni biz əgər 2 vuraq 84 şəklində yazsaq yazmalıyıq. Loqaritma 3 əsasdan 2 üstə gələk. Loqaritma 3 əsasdan 81. Sonra çıxaq loqaritma, indi baxın, loqaritmanın kvadratıdır. Gəlin mötərizə üstü kvadratı yazaq. 3 əsasdan 18'i bu şəkildə yazmaq olar mı? Loqaritma 3 əsasdan 2 üstə gələk. Loqaritma 3 əsasdan 9. O da bərabərdir. Mötərizə içində loqaritma, deməli indi gəlin başlayaq hesablamağa. Loqaritma 3 əsasdan 2 vuraq. Mötərizə içərisində loqaritma 3 əsasdan 2 üstə gələk. Loqaritma 3 əsasdan 81 bizə verir 4. Çıxaq. İndi gəlin bu ifadəni də kvadrata yüksəldək. Birincinin kvadratı
loqaritma kvadratı 3 əsasdan 2 üstə gələk. Birincinin ikinci hissəsinin 2 misli. Baxın, ikincisi loqaritma 3 əsasdan 9 da onun qiyməti 2-yə bərabərdir. Birincinin ikinci hissəsinin 2 misli onda olur 4 vurulsun loqaritma 3 əsasdan 2 üstə gələk ikincinin kvadratı yenə 4. O da bərabərdir. Mötərizəni vurub atsaq, loqaritma kvadratı 3 əsasdan 2 üstə gələk 4 loqaritma 3 əsasdan 2 çıxaq loqaritma kvadratı 3 əsasdan 2 çıxaq 4 loqaritma 3 əsasdan 2 çıx 4. Beləliklə uyğun sadələşməni apardıqdan sonra alırıq ki, cavabımız -4-ə bərabər imiş. Sonra 5-ci suala baxaq. 5-ci sualda bu ifadəni yenə hesablamaq tələb olunur. Birbaşa biz yaza bilərik. Nə yazaq? Deməli, loqaritma 2 əsasdan 1,6-dır. Bu 1,6-nı biz 8/5 şəklində yaza bilərik. Gəlin hələ ki belə yazaq. Sonra vuraq. Loqaritma 2 əsasdan 40 isə bu şəkildə. 40-ı belə şəkildə parçalamaq mümkündürmü? 8 vurulsun 5 şəklində. Üstə gələk. Loqaritma kvadratı 2 əsasdan 5. O da bərabərdir. İndi baxın. Birincisini biz nisbəti loqaritmanın fərqli şəklində yaza bilərik. 2 əsasdan 8 çıxılsın. Loqaritma 2 əsasdan 5 vurulsun. Digərdə nə olmalıdır? Loqaritma 2 əsasdan 8 üstə gələk. Loqaritma 2 əsasdan 5 üstə gələk. Loqaritma kvadratı 2 əsasdan 5. O da bərabərdir. Loqaritma 2 əsasdan 8 bizə 3 verir. 3 çıxılsın. Loqaritma 2 əsasdan 5. Bir də 3 üstə gələk. Loqaritma 2 əsasdan 5. Çıxılsın. Üstə gəlsin. Loqaritma kvadratı 2 əsasdan 5. O da bərabərdir. Mötərizələrə bu hasilə baxsaq görərik ki, kvadratlar fərqinin açılışıdır. Onda birincini biz birinciyə, ikincini isə ikinciyə vurub sadələşdirə bilərik. Beləliklə 9 çıxılsın. Loqaritma kvadratı 2 əsasdan 5, bir də üzərinə loqaritma kvadratı 2 əsasdan 5-i əlavə edirik. Beləliklə müsbət və mənfi olan hədlər bir-birini islah edir. Yerdə qalır 9. Deməli bu ifadənin qiyməti də 9-a bərabər olar. Sonra 6-cı suala baxaq. 6-cı sualda deyilir ki, bu funksiyası üçün gəlin yazaq. F 4x-1 bərabərdir loqaritma a əsasdan 5x üstə gələk 1 funksiyası üçün f üzəri -1 4 bərabərdir 11 olarsa a-nı tapın. Baxın. Burada funksiyanın özünü bizə verir və tərsi ilə bağlı olan bir məlumatı verir. Və biz də bilirik ki, funksiyanın tərsini tapanda təyin ilə qiymətlər bir-birinin yerini dəyişir. Təyin oblasından qiymətlər çoxluğu. Deməli, əslinə qalsa bu 11, yəni f üstü -1 4 bərabərdir 11. Bu demək ki, 11 aldığımız tərs funksiyanın qiymətidir. Bu bizə verilmiş fx funksiyasında x-ə uyğundur. Yəni təyin oblasına uyğundur. Yəni 4x çıxılsın 1 11-ə bərabər olmalıdır və siz x-ə neçə alırsınız? 3 alırsınız. Bu deməkdir ki, əgər siz x-in yerinə 3 qoysanız, onda mötərizə neçə olur? f11 bərabərdir loqaritma a əsasdan, bu yanlış yazdım. Mötərizənin içində 5 dəfə 3, 15, bir də eləyir 16 və bu ifadənin qiyməti 4-ə bərabər olmalı. Çünki dedik axı, tərs funksiyada təyin oblastı funksiyanın özünün qiymətlər çoxluğunu verməlidir. Deməli, onda belə bir şey fikirləşirik ki, buradan loqaritma a əsasdan 16 4 olmalıdır. Buradan 16 bərabərdir a üstü 4. Buradan da a-nı tapsaq, a-ya biz 2 almış olarıq. Deməli, bizdə a 2 imiş. Sonra 7-ci suala baxaq. 7-ci sualda deyilir ki, bu funksiyanın təyin oblastına daxil olan tam ədədlərin cəmini tapın. Burada əslində qalsa fx funksiyası 2 dənə loqaritmik funksiyanın cəmidir. Biz hər biri üçün şərtləri müəyyən edib axırda ortaq bir cavab götürməliyik. Deməli, gəlin birinci loqaritmik funksiyadan başlayaq. Əsası x-2 sıfırdan böyük olmalıdır. Eyni zamanda x çıxaq 2 fərqlidir 0 olmalıdır. Həmçinin mötərizənin içindəki x çıxaq 1 də böyükdür 0 olmalıdır. Beləliklə, burada x böyükdür 2, x fərqlidir 2. Burada 0-dan yox, bağışlayın, 1-dən fərqli olmalıydı. Aha, burada onda biz alırıq ki, x fərqlidir 3 və x böyükdür 1-dən. Onda bu 3 üçün cavab belə olar, düzdürmü? 2-dən 3-ə birləşməsi 3-dən müsbət sonsuzluğa. Amma biz diqqət etirsək ikinciyə, görərik ki, ikinci deməli loqaritmik funksiya üçün şərtlər fərqlidir. Yəni x çıxaq 5 0-dan böyük olmalıdır. X çıxaq 5 1-dən fərqli olmalıdır. Bir də 9 çıxaq x 0-dan böyük olmalıdır. Onda alırıq x 5-dən böyükdür, x fərqlidir 6-dan və x kiçikdir 9-dan. Beləliklə 5-dən deməli 5-dən 6-ya birləşməsi 6-dan
9'a qədər olmalıdır. Onda biz baxırıq ki, bu iki dənə cavabı kəsişdirsək, cavabımız 6-dan elə 9'a qədər olmalıdır. Beləliklə, həllərimiz 7 və 8-dir. Onların da cəmi bizə 15 verər ki, doğru cavab da C bəndinə uyğun gəlir. Sonra 8-ci suala baxaq. 8-ci sualda deyilir ki, 3 loqaritma x bərabərdir 4 loqaritma y, o da bərabərdir 2 loqaritma z. Və bunların hər biri, üçü də bir-birinə bərabər olduğu üçün hər biri qoy k-ya bərabər olsun. Onda loqaritma x bərabərdir k bölünsün 3, loqaritma y bərabərdir k bölünsün 4 və loqaritma z bərabərdir k bölünsün 2 almış olaraq. Beləliklə, x-i tapsaq 10 üzəri k bölünsün 3, y-i tapsaq 10 üzəri k bölünsün 4 və z-i də tapsaq 10 üzəri k bölünsün 2-ni almış olarıq. Bu şəkildə də yazmış olarıq və yaxud da ki, sağ tərəfdə x, y, z bərabərdə 10 üstü 13 ifadəsinin hər iki tərəfini 10-cu əsasa görə loqaritmləmək də mümkün idi ki, onda da yenə eyni cavaba gəlib çıxardıq. Deməli, indi vurmadırsa da əsasları eyni olduğuna görə qüvvətlər toplanır. 10 üzəri k bölünsün 3 üstə gələ k bölünsün 4 üstə gələ k bölünsün 2. O da bərabərdir 10 üzəri 13. Beləliklə 10 üzəri ortaq məxrəc 12-dir. 12-ni 3-ə böləndə 4k-ya vuranda 4k, 12-ni 4-ə böldükdə 3k-ya vurduqda 3k və 12-ni 2-yə böldükdə 6k-ya vurduqda 6k bərabərdir 10 üzəri 13. Beləliklə 13 bölünsün 12 vurulsun k bərabərdir 13 olmalıdır. Çünki əsaslar eynidir, bərabərdir. Ona görə bərabərliyin doğrulması üçün qüvvətlər də bir-birinə bərabər olmalıdır. Beləliklə biz k-ya 12 almış olarıq. Bizdən isə loqaritma x, loqaritma y, loqaritma z hasilini tapmaq tələb olunurdu. Onda yazaraq loqaritma x vuraq, loqaritma y vuraq, loqaritma z bərabərdir. K bölünsün 3, vurulsun k bölünsün 4, vurulsun k bölünsün 2 olmalıdır. O da bərabərdir. K-nın qiyməti 12-dir. 3-ə böldükdə 4, 4-ə böldükdə 3, 2-yə böldükdə isə 6 və beləliklə biz cavab olaraq 70-i almış olarıq ki, o da E bəndinə uyğun gəlir. Sonra 9-cu suala baxaq. 9-cu sualda deyilir ki, verilmiş fx bərabərdir loqaritma 3 əsasdan x-2 funksiyasını qrafiki verilmişdir. Şəkildə verilənlərə əsasən rənglənmiş fiqurun sahəsini tapın. Baxın, a verdikdə, x-in yerinə a qoyduqda funksiyanın qiyməti 1-ə bərabərdir. Deməli, onda yazırıq 1 bərabərdir loqaritma 3 əsasdan a-2. Beləliklə, a-2 bərabərdir 3 olmalıdır və biz a-ya 5 alırıq. İkinci halda, əgər b versək, funksiyanın qiyməti 2-yə bərabər olur. Onda yazırıq 2 bərabərdir loqaritma 3 əsasdan b-2. Buradan b-2 bərabərdir 3-2. B çıxılsın 2 bərabərdir 9 və b bərabərdir 11 almış olarıq. İndi rənglənmiş fiqurun sahəsini tapmaq üçün biz nə edirik? Böyük düzbucaqlı bucaqdan, yəni sahəsi S bərabərdir 2 vuraq B olan böyük bucaqdan, bağışlayın düzbucaqlıdan çıxmalıyıq bu ağ olan kiçik düzbucaqlının sahəsinə. Yəni 1 vurulsun A-na. O da bərabərdir 2 vurulsun 11 çıxaq 1 vurulsun 5. O da bizə 17 verər ki, doğru cavab da C bəndi olar. Sonra 10-cu suala baxaq. 10-cu sualda deyilir ki, verilmiş hasili hesablayın. Baxın, ln tangens 1 dərəcə vuraq ln tangens 2 dərəcə vuraq və s. Baxın, bir də yazıram ln, başlayın bunu mötərizdə yazmaq lazımdır idi. Ln tangens 45 dərəcə və davam edirik. Sonra ln tangens 50 dərəcə. İndi baxaq. Tangens 45 dərəcədə deməli tangens 45 dərəcənin qiyməti 1-ə bərabərdir. Ln 1 isə 0 olduğu üçün əgər vuruqlardan biri 0 olarsa, onda hasil eyniliklə 0-a bərabər olar ki, doğru cavab da A bəndi edər. Sonra 11-ci suala baxaq. 11-ci sualda deyilir ki, y bərabərdir kökün altında mənfi loqaritma 2 əsasda mənfi x üstə gələk 1 funksiyasının təyin oblastını tapın. Deməli, təyin oblastını tapmaq üçün mənfi loqaritma 2 əsasdan mənfi x plus 1 böyük bərabərdir 0 olmalıdır. Hər tərəfi mənfiyə bölsək, loqaritma 2 əsasdan 1 minus x kiçik bərabərdir 0 alarıq. İndi deməli, bu loqaritmanın, deməli, bu ifadənin loqaritmanın 0-dan kiçik olması üçün baxırıq, əsası 1-dən böyükdür. Deməli, onda loqaritmanın altındakı ifadə, yəni 1 minus x 0-ı ala bilməməlidir, 0-dan böyük olmalıdır, amma 1-dən deməli, bir də 1-ə bərabər ola bilər. Beləliklə, hər tərəfdən 1 çıxsaq, mənfi 1, mənfi x deməli 0. Buradan da hər tərəfi mənfiyə bölsək, onda
Sıfırdan böyük bərabər olar x, amma 1-dən kiçik olar. Beləliklə doğru cavab 0-ı almaq şərtindən 1-i ala bilmir və doğru cavab da edir C bəndi. Sonra 12-ci suala baxaq. 12-ci sualda A ilə B-ni verilir və bizdən x bölə y nisbətini tapmaq tələb olunur. Gəlin buradan yazaq. Deməli, burada x-in birinci gəlin x-i hesablayaq. X bərabərdir loqaritma A-nın yerinə yazıram. Kök adda 5, əsasdan 9. Baxaq, kök adda 5 nə deməkdir? Bunu biz yaza bilərikmi? 5 üzəri 2-də 1. 9-u da yazaram 3-ün kvadratı. Qüvvətlərin nisbətini götürüb qabağa keçirdərəm. 2-ni 2-də 1-ə böldükdə 4. 4 keçər qabağa. Loqaritma 5 əsasdan 3. Deməli, x əslində qalsa, 4 vurulsun, loqaritma 5 əsasdan 3 imiş. Y də bərabərdir. Loqaritma 25. Gəlin 25-i başdan 5-in kvadratı yaz şəklində yazaq. Yəni, loqaritma 5-in kvadratı əsasdan b. B isə kök adda 3-dür. Yəni, 3-dür 2-də 1. Burada isə 2-də 1-i 2-yə bölüb qabağa keçirsək, o 4-də 1 şəklində olar və 4-də 1 vurulsun, loqaritma 5 əsasdan 3 almış olarıq. Deməli, indi bizdən x bölə y nisbətini tapmaq tələb olunur. X-in yerinə yazırıq 4 vurulsun, loqaritma 5 əsasdan 3. Y-in də yerinə yazırıq 4-də 1 vuraq. Loqaritma 5 əsasdan 3. Loqaritma 5 əsasdan 3-lər ixtisar getsə, 4-ü 4-də 1-ə böldükdə 16 almış olarıq ki, doğru cavab da E bəndinə uyğun gəlir. Sonra 13-cü suala baxaq. 13-cü sualda deyilir ki, loqaritma x əsasdan x kvadratı y vuraq loqaritma y əsasdan x y kvadratı, sonra x y kvadratı üstə gələk loqaritma x əsasdan x kvadratı bölünsün y və vurulsun loqaritma y əsasdan y kvadratı bölünsün x. O da bərabərdir. İndi biz bilirik ki, loqaritmanın altındakı ifadə hasil şəklindəsə, biz onu loqaritmlərin cəm şəklində yaza bilərik. Yəni, loqaritma x əsasdan x kvadratı üstə gələk loqaritma x əsasdan y. Vuraq, ikinci mötərizədə onda olar. Loqaritma y əsasdan x üstə gələk loqaritma y əsasdan y-in kvadratı. Üstə gələk, növbətçi loqaritma x əsasdan x kvadratı çıxılsın loqaritma x əsasdan y vurulsun loqaritma y əsasdan y kvadratı çıxaq loqaritma y əsasdan x. O da bərabərdir. Baxaq, loqaritma x əsasdan x getdi, yerdə qaldı 2. 2 üstə gələk loqaritma x əsasdan y vuraq, loqaritma y əsasdan x üstə gəlinsin növbəti ifadədə 2-yə bərabərdir. Yəni, burada birbaşa ixtisarları aparmaqla hər birində 1-2 olduğunu nəzərə ala bilərik. Üstə gələk deməli 2 çıxılsın loqaritma x əsasdan y vurulsun 2 çıxılsın loqaritma y əsasdan x və biz mötərizələr vurub açaq. Deməli, 2 loqaritma y əsasdan x üstə gəl 4 üstə gələk loqaritma x əsasdan y, loqaritma y əsasdan x-a vurduqda 1 alırıq. Çünki bunlar qarşılıqlı tərs cəmiyyətlərdirlər. Və üstə gələk 2 loqaritma x əsasdan y. Üstə gəlinsin 2 dəfə 2, 4. Çıxaq 2 loqaritma y əsasdan x. Çıxaq 2 loqaritma x əsasdan y. Üstə gəlinsin, baxın, yenə qarşılıqlı tərs cəmiyyətlərin hasili bizə 1 verir. Beləliklə, uyğun sadələşmələr aparaq. Yəni, müsbət və mənfəətləri islah eləyək. Beləliklə 4 üstə gəl 1, üstə gəl 4, üstə gəl 1 almış olarıq ki, o da ona bərabərdir. Sonra 14-cü suala baxaq. 14-cü sualda deyilir ki, verilmiş bu funksiya olarsa, bu şəkildə olarsa f4-ü hesablayın. Deməli, birinci gəlin funksiyanın özünü yazaq. F 3x plus 1 bölünsün x çıxaq 2 bərabərdir 27 üzəri loqaritma x əsasdan 16 üstə gələk loqaritma x əsasdan 9. Məndən f4-ü tapmaq tələb olunur. Onda biz belə yazaq. Mötərizənin içindəki 3x üstə gələk 1 bölünsün x çıxaq 2 4-ə bərabərdir. Buradan belə çıxır ki, 4x çıxaq 8 bərabərdir 3x üstə gələk 1. Buradan isə x bərabərdir 9 almış olarıq. Yəni 27 üzəri loqaritma 9 əsasdan 16 üstə gələk loqaritma 9 əsasdan 9. İndi baxın. 27 üzəri loqaritma 9 əsasdan 16 elə loqaritma 3 əsasdan 4-ə bərabərdir. Çünki baxın, 3-ün də kvadratı 9 eləyir, 16-ın da kvadratı, bağışlayın, 4-ün də kvadratı 16 eləyir. Qabağa biz nisbət şəklində keçirsək, qüvvətlərin nisbətini 2-ni 2-yə böldükdə 1 qalır və yerdə loqaritma 3 əsasdan 4 eləyir. Üstə gələk, deməli, loqaritma 9 əsasdan 9 da bizə 1 verir. İndi, bəs bu 27 əsasdan
Nə deməkdir? İndi bağışlayın, qüvvə əsası 27-dir, bəli. Bunu da bu şəkildə yaza bilərikmi? 27 üzəri loqaritma, baxın, indi 3-ü nə eləsəm 27 olar, kuba yüksəltsəm. 3-ü kuba yüksəldirəm 27, deməli onda 4-ü də kuba yüksəldirəm, olur 64. Üstə gələk 1. Beləliklə 27 ilə loqaritma 27 bir-birini aparır və 64 üstə gələk bizə 1 bizə 65 verir. Yəni doğru cavab olur C bəndi. Sonra 15-ci suala baxaq. 15-ci sualda deyilir ki, 9 üstü x bərabərdir 72-dir. Buradan biz x-i tapsaq, hər tərəfi 9 əsasa görə loqaritm deyirik. Beləliklə loqaritma 9 əsasdan 72 almış olarıq. Onu da biz loqaritma 9 əsasdan 9 vurulsun 8 şəklində yaza bilərik ki, hasili də cəmət loqaritmlə cəm şəklində yazmaq olar. Loqaritma 9 əsasdan 9 üstə gələk. Loqaritma 9 əsasdan 8, o da bərabərdir 1 üstə gələk. Loqaritma 9'u yazaram. 3'ün kvadratı 8'i yazaram. 2'nin kubu 3 bölünsün 2'de qabağa keçir. Olur 1 üstə gələ 2'de 3 vurulsun. Loqaritma 3 əsasdan 2. Eyni ilə 27 üzəri y bərabərdir 96'dan. Biz y-i tapsaq loqaritma 27 əsasdan 96 almış olarıq. Onu da loqaritma 27 əsasdan neçə şəklində yaza bilərik? 32 vurulsun 3 şəklində yaza bilərik. O da bərabərdir loqaritma 27 əsasdan 32 üstə gələk loqaritma 27 əsasdan 3. Deməli 27 3'ün kubudur. Yazaram loqaritma 3'ün kubu əsasdan 32'ni də 2 üstü 5 şəklində yazaram. Üstə gələk loqaritma 27 əsasdan 3. Yəni loqaritma 27 3'ün kubu şəklində olsa 3 üstü 1. 3'ü də 3 üstü 1 şəklində yazaram. Beləliklə qarşıya keçir 5 bölünsün 3. Loqaritma 3 əsasdan 2 üstə gələk 3'də 1 vurulsun loqaritma 3 əsasdan 3. O da bərabərdir 3'də 5 loqaritma 3 əsasdan 2 üstə gələk 3'də 1 almış olarıq. İndi biz 10x çıxaq 9y tapmalıyıq. Yəni 10 vurulsun 1 üstə gələk 2'də 3 loqaritma 3 əsasdan 2 çıxılsın 9 vurulsun 3'də 5 loqaritma 3 əsasdan 2 üstə gələk 3'də 1. O da bərabərdir. Mötərizəni vurub açıb sadələşdirsək 10 üstə gələk 12'də 3'ə vurduqda 5 bağışlayın 5 dəfə 3 15. 15 loqaritma 3 əsasdan 2 çıxılsın 9'u 3'də 5'ə vurduqda 15 və arxasından loqaritma 3 əsasdan 2 çıxılsın 9'u 3'də 1'ə vurduqda 3. Beləliklə müsbət və mənfi olan loqaritmdə hədləri islah aparsaq yerdə qalır 10 çıxılsın 3. O da bizə 7 cavabını verər ki, doğru cavab da olar E bəndi. Sonra 16-cı suala baxaq. 16-cı sualda belə bir ifadənin qiymətini tapmaq tələb olunur. Ln 81 bölünsün ln kök altında 27 vuraq loqaritma tangens pi bölünsün 6 əsasdan 9. O da bərabərdir. Loqaritma 81'i bu şəkildə yazmaq olar. Ln 81'i. 81'i 3 üstü 4 şəklində yazıram. Ln kök altında 27'ni nətər yazaram? 27 üçün kubudur və kökün dərəcəsini də kəsrlə əvəz etsəm 3 üstü 3 bölünsün 2 olar. Vuraq deməli loqaritma tangens pi bölü 6'da yəni 30 dərəcədə tangens alır 1 bölək kök altında 3. Biz də onu kök altında 1 bölünsün kök altında 3 şəklində hələ ki yazaq. 9'u da 3'ün kvadratı. O da bərabərdir. İndi baxaq. Deməli 4 düşür qabağa. 4 vurulsun ln 3 bölünsün 3 bölünsün 2 düşür qabağa. Olur ln 3 vurulsun. Baxın indi burada 1 bölünsün kök altında 3'dür. Doğrudurmu? Onu kök altında loqaritma kök altında deməli 1 bölünsün kök altında 3'ü birbaşa bu şəkildə yaza bilərikmi? 3 üstü mənfi 2'də 1 və 3 üstü 2 də buradadır. Beləliklə 4 baxın ln 3'lər ixtisar edir. Bir daha yazmıram. Məxrəcdə 2'də 3'dür. 2 çıxır yuxarı. 4 vur 2 məxrəcdə olur 3 vurulsun. Baxın indi burada qüvvətlər qabağa düşür. 2 bölünsün mənfi 2'də 1 qarşıya düşəndə olur mənfi 4 şəklində. Bir də vurulsun loqaritma 3 əsasdan 3. İndi buradan da 4'ləri ixtisar aparsaq, loqaritma 3 əsasdan 3'də bizə 1 verir və nəticədə biz alırıq mənfi 3'də 2 və o da bizdə D bəndinə uyğun gəlir. Sonra 17-ci suala baxaq. 17-ci sualda deyilir ki, fx bərabərdir loqaritma 0,7 əsasda mötərizə içində modulda x minus 2 çıxılsın 3. Funksiyasının artma aralığını tapın. İndi artma aralığı nə deməkdir? Yəni x'in qiyməti artdıqca ona uyğun olaraq funksiyanın qiyməti də artmalıdır. Amma bir şey var ki 0,7 0 ilə 1'in arasında olduğuna görə, yəni loqaritmanın əsası 0 ilə 1'in arasında olduğuna görə, əgər mötərizənin içindəki ifadədə x'in qiyməti hər dəfə, yəni mötərizənin içindəki ifadənin qiyməti artdıqca, onda funksiyanın qiyməti azalır.
Belə çıxır ki, biz əgər 5-dən sonsuzluğa kimi bir qiymət götürsək, məsələn 6 götürsək, 7 götürsək, məsələn x-in yerinə 6 versək, 6-dan 2 çıxanda 4, 4-dən 3 çıxanda 1 qalır. Beləliklə f6 bərabərdir loqaritma 0,7 əsasdan 1 qalır, o da bizə 0 verir. Əgər biz x-in yerinə 7 götürsək, onda f7 bərabərdir loqaritma 0,7 əsasdan 7-dən 2 çıxdıqda 5, 5-dən də 3 çıxdıqda 2. İndi baxın, əsas 0 ilə 1-in arasında da loqaritma daxilindəki ədəd 1-dən böyükdür. Deməli, onda bu ifadənin qiyməti mənfi verir. Baxın, x-in qiyməti artdıqca funksiyanın qiyməti azalır. Əvvəlcə 0 idi, sonra mənfi oldu. Deməli, bunun artma aralığı 5-dən sonsuzluğa ola bilməz. D bəndi getdi. İndi bir də gəlin A, B və E bəndlərindəki 2 ədədlərin özlərini götürək. Baxın, 2 qoysaq mötərizənin içində, modulun içində. 2-dən 2 çıxanda 0. 0-dan da 3 çıxanda mənfi 3. Biz də bildik ki, loqaritmanın daxilindəki ifadə mənfi ola bilməz. 0-dan böyük olmalıdır. Ona görə avtomatik A bəndi də, B bəndi də, E bəndi də çıxır və doğru cavab bizdə artıq C bəndi qalır. İndi gəlin biz bunu həqiqətən də C bəndi olduğunu tapaq. Dedik ki, funksiyanın artma aralığı deyirsə x minus 2 minus 3 bu ifadə nədən böyük olmalıdır? 0-dan böyük olmalıdır. Düzdür? Bu loqaritmanın şərtidir. Buradan x minus 2 böyükdür 3-dən. Beləliklə x minus 2 böyük olmalıdır 3-dən və yaxud x minus 2 kiçik olmalıdır mənfi 3-dən. Beləliklə birinci üçünü alırıq x böyükdür 5, ikinci üçünü isə alırıq x kiçikdir mənfi 1. 5-dən böyüksə 5-dən müsbət sonsuzluq olmalıdır. Mənfi 1-dən kiçiksə də deməli mənfi sonsuzluqdan mənfi 1-ə qədər olmalıdır ki, avtomatik olaraq doğru cavabımız elə C bəndi qalır. Çünki 5-dən müsbət sonsuzluğa biz onun artıq çıxmışdıq. Sonra 18-ci suala baxaq. 18-ci sualda deyilir ki, bu ifadəni hesablayın. Baxın, burada birbaşa yazıram. Görürsünüz, ikisində də bu loqaritmanın daxilində AB, AB var. Özü də məxrəcdir. Məxrəcsə də hökmən məxrəcdən canımızı qurtarmalıyıq. Yəni, loqaritmanı tərsinə çevirməliyik. O da tərsinə çeviririksə, kəsirdən azad ediriksə, AB düşür aşağı. Olur AB əsasdan A üstü 3, B üstü 5. Amma qarşıda da vur 3 var. Üstə gələk, 6 vuraq. İndi burada da yer dəyişmə aparırıq. AB əsasdan mötərizə içində A üstü 5, B üzəri 4. O da bərabərdir. İndi nə edirik? Bu qarşıdakı 3 və 6-nı loqaritmanın başına qaldırırıq. Olur onda loqaritma AB əsasdan deməli A üzəri loqaritmanın daxilindəki ifadənin qüvvətə yüksəldir də 3-cü dərəcədən A üzəri 9, B üzəri 15 olur. Üstə gələk loqaritma AB əsasdan deməli A üzəri 6-ya vururuq. 6 dəfə 5 30, A üstü 30, B üstü 24 və baxırıq ki, loqaritmaların əsasları eynidir. Onda cəmləmə zamanı bir loqaritmin daxilində həmin ifadələri vurmaq lazımdır. A üstü 9 vurulsun. Deməli A üstü 9, B üstü 15 vuraq. A üstü 30, B üstü 24. O da bərabər. Nə olar? Loqaritma AB əsasdan deməli, A üzəri 39, B üzəri 39. O da bərabərdir. Bu şəkildə yazmaq olarmı? Loqaritma AB əsasdan AB üzəri 39. Bu 39 da qarşıya düşər. Olar 39 vuraq. Loqaritma AB əsasdan AB. Bu ifadə də 1-ə bərabərdir. 39 da 1-ə vurduqda 39 olar ki, doğru cavab da D bəndi edər. Sonra 19-cu suala baxaq. 19-cu sualda deyilir ki, verilmiş ədədlərin kəsr hissələrinin cəmini tapın. Gəlin birinci biz loqaritma 8 əsasdan 125-in kəsr hissəsini tapaq. Dərhal yazırıq. Loqaritma 8 2-nin kubudur, 125 də 5-in kubudur. Bu qüvvətləri elə ata bilərik. Çünki 3 bölünsün 3 şəklində qabağa keçəndə yerdə yalnız loqaritma 2 əsasdan 5 qalır. Hansı ki 2-dən böyükdür. Çünki loqaritma 2 əsasdan 4 olsaydı verilmiş ifadə 2-yə bərabərdir. 2 əsasdan 5 olduğu üçün artıq bu 2-dən böyükdür. Onda bu ifadənin kəsr hissəsini tapmaq üçün müsbət ədəd olduğu üçün loqaritma 2 əsasdan 5-dən həmin 2 tamı çıxmalıyıq. Çünki 2 tamdan böyükdür axı. 2-dən böyük 3-dən kiçikdir. Deməli artıq loqaritma 8 əsasdan 125-in kəsr hissəsi bu şəkildə olar. Gəlin o birisini tapaq. Loqaritma 4-də 1 əsasdan 100. Baxaq. Deməli 4-də 1 olduğuna görə biz əgər onu 4 üstü mənfi 1 şəklində yazsaq qabağa mənfi keçər. Olar mənfi loqaritma 4 əsasdan 100. O da bərabərdir. Mənfi loqaritma 4 2-nin kvadratıdır, 100 də 10-un kvadratıdır. Burada baxırıq ki, bu dəfə də qüvvətlər yenə ikiləri ixtisar gedir və yerdə qalır mənfi loqaritma 2 əsasdan 10. İndi baxın, loqaritma 2 əsasdan 8 olsaydı 3-ə bərabərdir. Deməli bu loqaritma 2 əsasdan 10 3-dən böyükdür. Amma neçədən kiçikdir? 4-dən kiçikdir. Deməli loqaritma 2 əsasdan 10
böyükdür 3-dən, kiçikdir 4-dən. Amma qarşısında mənfi olduğuna görə mənfi loqaritma 2 əsasdan 10 böyükdür mənfi 4-dən, kiçikdir mənfi 3-dən. Bu şəkildə yazmalıyıq. İndi bu ədədin kəsr hissəsini tapmaq üçün artıq bunun tam hissəsi mənfi 4-dür. Kəsr hissəsini tapmaq üçün biz nə etməliyik? Kəsr hissə müsbət olmalıdır. Həmin bu mənfi loqaritma 2 əsasdan 10-dan çıxmalıyam tam hissəni. Yəni mənfi 4-dür. Çıxanda olur mənfi 4 olur. Qarşısında mənfi olduğuna görə müsbət 4 olur. 4 çıxılsın loqaritma 2 əsasdan 10 almış olaraq. İndi deyir bu kəsr hissələrin cəmini tapın. Yazırıq. 4 çıxaq loqaritma 2 əsasdan 10 üstə gələk. Loqaritma 2 əsasdan neçə idi? 5 çıxılsın 2. O da bərabərdir. 4 çıxaq. Deməli 2 üstə gələk. Baxın loqaritma 2 əsasdan 5-dən çıxıram loqaritma 2 əsasdan 10-u. Yəni 1 loqaritmin altında bölürəm. 5-i bölürəm 10-a. O da bərabər. 4-dən 2 çıxanda 2 üstə gələk loqaritma 2 əsasdan. İndi baxın burada nə qalır? 5-dən 10 ixtisar gedir 2-də 1 qalır. 2-də 1-i də 2 üstü mənfi 1 yazaram. Mənfi 1 çıxar qabağa. 2 çıxılsın. Loqaritma 2-dən 2 olar. Loqaritma 2 əsasdan 2 1 eləyər. 2-dən də 1 çıxanda 1 qalar. Və beləliklə doğru cavab 1 olar. Sonra 20-ci suala baxaq və bununla da bu testi yekunlaşdıraq. Deməli, belə bir ifadə verilir. Bizdən x kubu üstə gələ y kubu cəmini tapmaq tələb olunur. Gəlin birbaşa x kubu üstə gələ y kubunun açılışını yazaq. Bizim nadirən də olsa bir az hallarda istifadə etdiyimiz amma olduqca effektiv olan bir düsturumuz vardı. X üstə gələ y-in kubu çıxaq 3xy vuraq x plus y şəklində idi. Nəyə görə bu formada yazdım? Çünki mən baxıram ki, mənim əlimdə loqaritma 2 əsasdan x üstə gəl y var. Yəni x üstə gəl y bizə vacibdir. Bir də xy hasili var. Deməli onda yazıram. Əgər loqaritma 2 əsasdan x üstə gəl y bərabərdir üst-üstə, buradan x üstə gəl y-ə biz neçə tapırıq? 2-nin kubunu, yəni 8-i. Digər tərəfdən loqaritma 3 əsasdan xy 2 olarsa, buradan x y-i tapdıqda alarıq 3 üstü 2, yəni 9. İndi biz bu ifadədə yerinə qoyaq. Deməli, 8-in kubu bizə verir 512, çıxaq. 3 vurulsun, x, y bizə verir 9, x üstə gələ y də bizə verir 8. O da bərabərdir, baxaq. 512 çıxaq. 9 dəfə 8, 72, 3-ə də vurduqda 216. Deməli, 12-dən 6 çıxanda 6, ondan 1 çıxanda 9 və burada da qaldı 296 və doğru cavab olar C bənd. Beləliklə biz üstü və loqaritmik funksiyalar mövzusunun ikinci testinin izahına baxdıq. Ümid edirəm ki, heç bir səhvə yol verməmişik. Əgər hər hansı bir səhvlə rastlaşsaz, videonun şərh bölməsində qeyd edə bilərsiniz. Sağ olun, diqqətiniz üçün təşəkkürlər.